Salam, hər vaxtınız xeyirli olsun. Bu videoda da Excel mövzusundan bəzi sual nümunələri və qeydlər sizlərə deyəcəm. Gəlin elə vaxt itirmədən başlayaq. Deməli, Excel özü cədvəl prosessorudur. Və əsas genişlənməsi XLSX-dır. Bundan əlavə də başqa genişlənmələr də təbii ki vardır. Bu genişlənmələri də qeyd edək. Məsələn, XLS və sair. Məsələn, HTM, sonra XLT da vardır. Sonra və sair çoxdur. Məsələn, TXT, sonra MHT. Yəni bu fail genişlənmələr də mövcuddur. Deməli, proqramında minimal obyekt xana adlanır. Bunların da geniş izahlarını qarşıda verəcəyəm. İndi isə bunları silək. Deməli, ingilis, yəni latın əlifbasının hərfləri ilə adlandırılan hissələr sütun adlanır. Ədədlə adlandırılan hissələr isə sətir adlanır. Məsələn, B2. Bax, bu nə adlanır? İlk gələn sütun, digər isə sətir adlanır. Sətir və sütunun kəsişməsi isə nə adlanır? Xana və yaxud da oyuq adlanır. Dama da deyirlər. Üzr istəyirəm. Dama da deyirlər. Sonra oyuq da deyirlər. Sonra hücrə. Hücrə də bəzən deyirlər xana əvəzinə. Deməli, Excel vərəqində 2/14 sayda sütun, yəni 16384. Sonra 2/20 sayda isə bura deyək sütun, bu isə sətir. 2/20 sayda nə vardır? Sətir vardır. 2/20-nin də açılışını belə versən. Deməli, bu sayda da nə vardır? Sətir mövcuddur. Sütun və sətirlərin kəsişməsi isə xana adlanır. Xanaların sayı da sütunla sətirin kəsişməsidirsə, yəni sütun vurulsun sətir, bu da eləyəcək 2/34. Deməli, xanaların da sayını tapdıq. Xana nədir? Özündə müəyyən informasiya saxlayan bir sahədir. Xana. Xana nə oldu? Özündə müəyyən sayda informasiya saxlayan bir sahədir. Xanaların da tipləri vardır. Aktiv xana var, bir də aktiv olmayan xana. Aktiv xana, bir də aktiv olmayan xana mövcuddur. İndi ona da baxacağıq. Aktiv xana nədir? Yəni, mausla üzərinə sıxılmış xana aktiv xana hesab olunur. Və çərçivəsi digərlərindən fərqli olur. Məsələn, baxaq. Bu cədvəli çəkək. Baxın.
Bu sütunlarımız, bu da sətir nömrələrimiz. Məsələn, mouse'la üzərinə sıxılıb, məsələn, bax, bura seçilib A1 xanası. Mouse'la üzərinə sıxılıb və digərlərindən fərqli olur. Tünd rəngdə olur. Aktiv xana digərlərindən fərqli olur. Sərhədləri tünd rəngdə olur. Məsələn, A1 aktiv xana hesab olunur. Bu xana nə olur? Aktiv xana hesab olunur. Ümid edirəm ki, burasını başa düşdünüz. Pasiv isə əksidir, təbii ki də bunun. Sonra isə burada başqa bir anlayış vardır. Diapazon anlayışı vardır. Diapazon da özü xanalar çoxluğudur. Diapazon da özü Diapazon nədir? Diapazon. Bax, diapazonu qoşan nöqtə ilə qoyurlar göstərəndə. Bu diapazon. Bu isə xanaların sayı. Xanalar çoxluğu adlanır. Diqqət yetirmək lazımdır bunlara əsasən. Nöqtəli vergüllə işarə olunan xanalar çoxluğu, digər isə diapazonu göstərir. İndi diapazon deməli Excel-də düzbucaqlı formasında qeyd olunmuş xanalar çoxluğudur diapazon. Məsələn, burada yazaq A1 B3 diapazonu. A1 buradır. Bax, belə göstəririk tinlərdən. B3 isə burada. Sonra isə bunları tamamlayırıq düzbucaqlıya. Bu olur bizim diapazonumuz. Bax, bu hissə. Bu hissə adlanır nəyə? Diapazon. Bu hissə adlanır diapazon. Deməli, dedik ki, qoşa nöqtə diapazon, yəni diapazon işarəsi, nöqtəli ilə göstərilən isə xanalar çoxluğunu bildirir. Sonra işçi vərəqlərinin adında maksimum 31 simvol ola bilər. Burada isə bəziləri istifadəsi qadağandır. Qadağan olanlar hansılardır? Onu da göstərim. Bunu təmizləyək. Dedik 31 simvol ola bilər, bəziləri qadağandır. O qadağan olmuşlar hansılardır? Qoşa nöqtə, sonra düz siləş, tərs siləş, sual işarəsi, ulduz, bir də kvadrat mötərizə olacaqdır. Sonra xana ünvanları mövcuddur. Xana ünvanları. Bax, deməli, xana ünvanlarda 3 yerə bölünür. 1. Nisbi ünvan var. 2. Mütləq. 3. Qarışıq. Bunlar da ayrılışı sadə. Nisbi nədir? Deməli, sətirlə, məsəl üçün A2 xanası. Yəni, burada dollardan istifadə olunmur.
Mütləqdə isə həm sətir, həm sütunun qarşısında dollar. Gördünüz? Həm sütun, həm də sətrin qarşısında dollar işarəsi oldu. Qarşılıqda isə bir dənə dollar olur. Məsəl üçün A, B, dollar 5. Gördünüz? Bir dənə. Ya sütunun qarşısında olsun, ya da sətrin qarşısında bir dollar işarəsi olsun. Bu qarşılıq mütləq nisbi oldu. Ümid edirəm ki, bura qədər heç bir çətinlik qalmadı. İndi bəzi suallar da üzərində işləsək, inşallah çətinlik qalmaz. Aha. Sonra MS Excel-də funksiyalar vardır. Riyazi funksiyalar var. Riyazi funksiyalar qısa yazıram. Riyazi funksiyalar hansılardır? Sum, if, abs, fact, yəni faktorialını tapır. Power, qüvvət, produkt. Produkt. Bu oldu riyazi funksiyalar. İndi bunların üzərindən bir qısa keçək. Sum nədir? Sum seçilmiş diapazondakı və yaxud da xanalardakı ədədlərin cəmini hesablayır. Sum if nədir? Sum if verilmiş diapazondakı yalnız şərti ödəyən ədədləri toplayır. ABS ədədlərin modulunu tapır. Bax bu. Ədədin modulu, yəni mütləq qiymətini tapır. Fakt, verilmiş ədədin faktorialını hesablayır. Power, qüvvətdir. Birinci verilənin qüvvətinə ikinci veriləni qoyuruq. Bu olur qüvvət. Produkt isə verilmiş xanadakı ədədlərin hasilini tapır. Bu qədər sadə. Bu riyazi funksiyalar oldu. İndi bunu da silək. Riyazi funksiyalardan sonra gəlir statistik. 2. Statistik. Nə? Funksiyalar. Statistik funksiyaları nə daxildir? Average. Yazılışı da belədir. AVRG. Sonra count. Counter. Countif. Sonra max və minimum. Nə oldu? Max və minimum. Deməli, average seçilmiş diapazonda olan ədədlərin ədədi ortasını tapır, yəni toplayır, sayına bölür. Count seçilmiş diapazonda yalnız ədəd olan xanaları sayır. Counta seçilmiş diapazonda boş olmayan xanaları sayır. Countif diapazonda müəyyən şərtləri ödəyən ədədlərin sayını tapır. Maksimum verilmiş diapazondakı ədədlərin ən böyüyünü tapır. Minimum isə ən kiçik olanı tapır. Bu qədər sadə. Bu da oldu statistik. Əsas bunları mahiyyətini bilməkdir. Suallar üzərində yazanda asan da olur. Sonra var mətin funksiyaları var. Mətin funksiyaları nədir? Bura nə daxildir? Bura daxildir len. Aha. Sonra ikinci. Deməli, left. 3. Rig. Aha. İndi bunların da hərəsinin öz funksiyası var. Len xanadakı simvolların sayını tapır.
Sonra left xanadakı məlumatın sol kənarından müəyyən sayda simvol seçməyə imkan verir. Right isə xanadakı məlumatın sağ kənarından lazım olan sayda simvolları seçmək üçündür. Yəni belə. Bu qədər. Sonra məntiqi funksiyalar var. Sonra məntiqi funksiyalar. Bu da olsun 4. Məntiqi nədir? If Python'dan ilə əlaqəlidir. And, or, not, true, bir də false. Bu qədər sadə. If nədir? Funksiyadan istifadə edirsən və şərtdən sonra qanazı əməliyyatın birini icra eləməkdir. False xanaya false qiymətini daxil eləyir, true qiymətini daxil eləyir, or verilmiş 2 və ya daha çox sayda şərtdən ən azı birini ödəyən verilənləri seçir. Not əgər şərt ödəndisə, nəticədə false, əks halda true olacaq, yəni nəticəni əksinə göstərir. Bu qədər. Gəlin biraz suallar üzərində bildiklərimizi təkmilləşdirək. Elektron cədvəlin əsas elementi nə adlanır? Xana adlanır. Bunu da yadda saxlasaq yaxşı olur. Sonra xanada düstur yazmaq üçün hansı simvoldan istifadə edilir? Təbii ki, bərabərdir. Bunu deməmişdim, bərabərdir simvolundan istifadə edilir. Məsələn, belə bir şey yazılıb. Yazılıb ki, 2 üstü 5 çıxılsın i. Üzr istəyirəm, çıxılsın nə idi? Deməli, 2 üstü 5 hesablamaq üçün hansı yazılış deyir düzgündür. Deməli, bu qüvvətdir. Yəni, bu cür yazılır. Baxın, variantlarda məsələn yazılıb A variantı 2 üzəri 5, B variantı 2, 5. Təbii ki, variantımız bu olacaq. Çünki dedik ki, xanada düstur yazanda bərabərdir də mütləq olmalıdır. Yəni, bu yazılış səhvdir. Bərabərdir 2, qüvvət 5. Yəni, bu cür göstərilir. Bunu da bilmək yaxşıdır. Sonra belə bir sual var. Deməli, deyir ki, S1 F7 deyir ki, diapazonunda neçə xana yerləşir? Xana bərabər sual işarəsi. Deməli, diapazon nədir? Diapazon dedi ki, xanalar çoxluğudur. Bəs xana nədir? Sətir və sütunun kəsişməsidir. Onda biz əvvəlcə sətiri, sonra sütunu tapıb xananı da asanlıqla tapa bilərik. İlk gələn sütundur. Sütunlarımızı tapmaq üçün əlifbada olduğu kimi bunları sıralayırıq. S, D, Y, F. Biraz aralı yazın. Bu da olsun F. Deməli, sütunlarımız 1, 2, 3, 4 ədəd sütunumuz oldu. 4 ədəd sütunumuz oldu. Sətirlərimiz hansılardır? 1, 2, 3, 4, 5, 6 və 7. Neçə ədəd oldu sətirlərimizin sayı? 7 ədəd. 7 ədəd də sətir oldu. Düzbucaqlının sahəsini tapırıq enin vuruq uzunluğuna. 7 vurulsun 4 bərabərdir 28. Yəni, xananı tapmaq üçün sətir vurulsun sütun. Ona görə düzbucaqlını dedim. Və yaxud da sütunları tapırıq. Sütunlarımızın sayı 4 ədəddir. 4 vurulsun. Sətiri tapmaq üçün böyük olandan kiçik olanı çıxıram.
Üstünə bir dənə də 1 əlavə eləyirəm düstur olaraq. Bu neçə olur? 7-dən 6, 6 yenə 7-nin özü oldu. 4 olur 7, yenə olur 28 xana. Aha, burası da indi deyirəm ki, aydın oldu. Keçək digər bu tipdə olanına. Məsələn, deyir ki, A2 Y7 diapazonunda neçə xana yerləşir? A, B, C, D, Y. Bu oldu bizim nəyimiz? Sütun. Yəni 2, 4, 5 sütun. Sətirlərimiz 7-2. Daha düsturla yazıram. Üstünə gəlirəm 1. Deməli eləyir 6. 6 vur 5. Yazıram 6 vurulsun 5. 30 xana. Bu qədər sadə. Yəni böyük ədədlər verəndə daha, məsəl üçün, burada yazılıb 2, burada yazılıb 100. Dayı sən 2-dən 100-ə qədər saymıyorsan ki, 100 çıxılsın 2, bir dənə də üzərinə 1 taxacaqsan ki, nə olsa. Yəni sətirlərin sayını. Təbii ki də. Burası da belə. Sonra Excel-də gizlənmiş xanaların tapılması var. Ona da bir baxaq. Maraqlı sualdır. Bu da olsun 3-cü. Bir, 2, 3. Burada soruşur ki, Excel sənədində burada gizlədilən sətirlərin sayını təyin edin. Aha. Baxın. Burada yəni gizlədilən nədir? 3-dən sonra 24 yazılıb. Yəni 4, 5, 6, 7. Bunu saymağa ehtiyac yoxdur. Bunun üçün düsturumuz var. Düstur necədir? Yəni bundan, yəni sondan başlayırsan. 24-dən 3 çıxıram. 3 çıxıram. Və yenə də 1 çıxıram. Bu eləyir 21. 21-dən yenə 1 çıxıram. Eləyir 20. Gizlədilən sətirlərimizin sayı olur 20. Niyə bəs 20? Gəlin bunun izahına baxaq. Məsələn, bu 3-dən sonra, məsələn, yazılıb ki, qısa yazaq. Məsəl üçün yazılıb ki, 8. Düzdür? Gizlədilənlər hansılar olur? 3 olur, 4 olur, 5 olur, 6 olur, 7 olur. Mən 8-dən 3 çıxıram. 8-dən 3 çıxıram. Qaydaya görə elə 5. Sayıram 1, 2, 3, 4 dənədir. Ona görə 5 olmur cavabımız. Bir dənə də 1 çıxıram ki, bu 4, 1, 2, 3, 4 dənəni versin. Bu cür sadə. Ümid edirəm ki, başa düşdünüz. Ona görə 1 çıxıram. Burada da cavabımız olur 20. Bu cür sadə.
Mhm. Burada da yazılıb bərabərdir A1 üstə gəlinsin B2 üstə gəlinsin C1. Bizdən soruşur ki, D3 xanasındakı hansı nəticə alınır? Yazılıb A1 plus B2 plus C1. A1-in qiyməti olur 1. B2-nin qiyməti 3. C1-in qiyməti 7. Cavabımız da eləyir 11. Yəni, bu nəticə alınır. Bu cür suallarla işləyib təkmilləşdirmək olar. Sadədir. Ümid edirəm ki, yəni, başa düşürsünüz. Yəni, o qədər də çətinlik yoxdur. Yəqin ki, bu videoya baxıb o çətinliyi aradan qaldırarsınız, o dəyər olsa. Burada nəyi səhv sildim, heç nə. Beşi də aradan götürək. Başqa sual var. Deməli, deməli, burada isə belə bir şey yazılıb. Sum A13 B15. Bizdən demək, eybi yox, bunları bir də qaydasına qoyacağım. Bizdən soruşur ki, C15 xanasında hansı qiymət alınır? C15-də yazılıb sum, belə bir şey yazılıb. Sum A13 B15. Yəni, bu ifadənin tapılmasını istəyir. Sum nədir? Burada olanları cəmləyir, bu diapazona daxil olanları. Deməli, bu diapazonu göstərir. Diapazonda düzbucaqlı şəklində. A13 hansıdır? A13-ümüz olur. Buradan B15. Düzbucaqlı kimi götürdük. Düzdür. İndi isə bunu düzbucaqlı formasına salırıq. Bax. Düşür bu hissə. Bax, bu hissəyə düşür. Bu hissədə olanları toplayır. Deməli, bura daxildir nə? 4, 1, -2, 4, 5, 3. 5, 3, 7, 12, 15. Cavabımız olacaq 15. Yəni, bu da sadə bir sual idi. Ümid edirəm ki, burasında başa düşdünüz. Biraz da
fərqli formasına baxaq. Bu da maraqlıdır. Bizdən C3 xanasında olanı tapmaq istəyir. Samif A1, B3 bu ifadəni vermişdir, tapmaq istəyir. Samif nədir? Yəni şərtdən asılıdır. Yəni A1, B3 diapazonunda olanlar olsun və 3-dən böyük olanlar olsun. 3-dən böyük olanlar hansılardır? 5, 4, vəsə 5 ilə 4 oldu. Toplamaq. 5, üstə gəlsin 4. Bu da eləcək 9. Ümid edirəm ki, bura qədər yəni heç bir çətinlik yoxdur. Bir dənə də sürüşdürmələrə baxaq. Bu da olsun son videomuz. Yəni videoya təkrardan baxsaz, Excel-də çətinlik qalmayacaq. Yəni üzr istəyirəm, biraz xəstəyəm. Ona görə də üzrü sayasız məni. Deyir ki, cədvəldə B2 xanasında B2 gəlir, bax düşür bura. B2 xanasında olan düstur D2 xanasına. Baxın. Bir dənə bunu göstərim. Deyir B2-dən keçir D neçəyə? D2-yə.
D2 xanasında hansı nəticə alınar? Baxın, qarşısında dollar olanlar heç vaxt dəyişmir. Ona görə də dollar A, dollar 2. Burada da olacaq dollar A, dollar 2. Üstə gəlinsin. Üstə gəlinsin. Baxın, B-dən D-yə keçib. Sütun 1 nömrə dəyişib. Düzdür? Düzdür. Onda B olacaq nə? C. Olacaq C. Sağa doğru gedəndə sətir nömrəsi dəyişmir. Olduğu kimi qalır. Burada da C bir dəfə artacaq olacaq. D yenə də 1 olduğu kimi qalacaq. Deməli, belə bir nəticəyə gəldik. Dollar A, dollar 2, üstə gəlsin D1. Yəni A2 olacaq 4. Üstə gəlsin D1-in qiyməti 3. 4 üzəri 3 eləyir 7. Cavabımız da olur D2 xanasında. Yəni burada 7. Bu cür sadə oldu. Ümid edirəm ki, bu mövzu izahı sizin üçün faydalı olacaq inşallah. Videomuzu bəyənməyi, kanala abunə olmağı unutmayın ki, biz də yeni videolarla sizə çəkib paylaşaq. Hamınıza Allah razı edirəm. Sağ olun, var olun.